Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif qiymətləndirmə 2-ci hissənin test 15 cədvəl qurmaqla məsələ həllini izah edəcəm. Deməli, birinci tapşırıqda deyir ki, uşaqlar idman dərsində sıraya düzülüblər. Və Süleyman hər iki tərəfdən saydıqda sırada 13-cü olubdu. Deyir, sırada cəmi neçə şagird var? Ta ki, burada bir nəfər şəxs dayanıb. Bu da Süleymandır. Yazırıq ki, Süleyman Deməli, bu bizdə Süleymandır. Və hər iki tərəfdən sayanda sırada 13-cü olub. Deməli, ondan qabaq bizdə 12 nəfər dayanıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, sayanda burada 12 nəfər var. Sonra Süleyman 13-cü nəfər olur. Daha sonra Süleymandan sonra da, yəni hər iki tərəfdən, həm sağdan, həm də soldan sayanda həmişə Süleyman 13-cü olub. Deməli, Süleymandan sonra da yenə də 12 nəfər adam var. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 nəfər də burada var. Bizə deyir ki, sırada cəmi neçə şagird var? Deməli, 12 nəfər Süleymandan qabaq, 12 nəfər Süleymandan sonra, bir də Süleymanın özü ortada dayanıbdı. Toplayanda 25 edir. Deməli, sırada cəmi 25 nəfər var. 1-ə uyğun olacaq C bəndi. 2. 2-də deyir ki, 3 metrli 60 tir var. Onları yarım metrli hissələrə doğramaq üçün neçə dəfə kəsmək lazımdır? Ümumiyyətlə 3 metrimiz 300 santimetr olduğunu bilirik. Yəni 3 metr bizdə normalda 300 santimetrdir. Yarım metr isə 1 metrin yarısıdır. Yəni 1 metrimiz 100 santimetrdirsə, yarım metr deyiriksə 100-ün yarısını götürürük. Yəni 50 santimetr götürürük. Onda biz 300-ü 50-yə bölsək, cavab eləyir 6. Deməli, 3 metrlik, yarım metrlik hissələrə doğramaq o deməkdir ki, biz onu 6 hissəyə doğramışıq. Hissəmizin sayı 6-dır. Bəs 6 hissəyə doğramaq üçün neçə yerdən kəsmişik? 5. 5 dəfə kəsmişik. 60 tirdə olduğuna görə 5-i vururam 6-ya, eləyir 300. 2-yə də uyğun olacaq B bəndi. Ümumiyyətlə, məsəl üçün, tutaq ki, bizə bir dənə bir ip verib və mən bunu 3 hissəyə ayırmaq istəyirəm. Bu 1, bu 2, bu da 3 hissə. 3 hissəyə ayırmaq üçün mən onu 2 dəfə kəsirəm. Yəni, ondan 1 əksik. Tutaq ki, 6 hissəyə ayırmaq istəyirəmsə, 6-dan birini çıxırıq, 5 dəfə kəsirik. 7 hissəyə ayırmaq istəyiriksə, 7-dən birini çıxırıq, 6 dənə kəsirik. Yenə də eyni qaydadan tutaq ki, biz bunu 4 hissəyə bölmək istəyirik. 1, 2, 3, 4 hissəyə bölürəm. Və neçə dəfə kəsdim? 1 dəfə kəsdim, 2 dəfə kəsdim, 3 dəfə kəsdim. Deməli, kəsməyimiz hissələrin sayından bir vahid az olur. Burada da 3 metrlik idi. Yarım metrlik hissələrə, yəni 6 hissəyə bölmüşdüm. Neçə dəfə kəsdim? 5 dəfə kəsdim. 60 tir olduğuna görə də 60-ı da vurduq 5-ə. Elədi 300 dəfə kəsmək lazımdır. 3 də eyni qayda ilədir. Ana 2 dənə ruleti cəmi 18 dəfə kəsərək bölübsə, tapmalıyıq ki, bir ruleti neçə dəfə kəsib? 18-i bölürük 2, eləyir 9. Deməli, bir ruleti 9 dəfə kəsib. Və 9 dəfə kəsmək üçün onu 10 hissəyə bölübdür. Deməli, 10 hissəymiş ki, biz onu 9 dəfə kəsmişik. 2 dənə də rulet olduğu üçün 10 ilə onu toplayıram, olur 20 hissə. Və alınan hissələri 4 boş qaba bərabər sayda qoyubsa, 20-ni də bölürük 4-ə, cavab eləyir 5. Deməli, hər boş qabda neçə rulet oldu? 5. Cavab olacaq C bəndi. Gəldik 4-ə. Deməli, Nuranə, Aytəm, Mehri, bir də Təranə bacıdılar. Və burada deyir ki, bizə uşaqları, hər bir biz uşaqların yaşlarını azalan sırayla düzsək, Təranə kiçik, artan sırayla düzsək isə Mehri böyük olacaq. Onda belə çıxır ki, Mehri içərisində ən böyük olanıdır. Birinci Mehridir. Ən kiçik olanı isə sonda olan isə Təranədir. Ən balacasıdır. Deyir, Nuranə yaşca Mehridən kiçikdir.
Aytəndən isə böyükdür. Onda belə çıxır ki, Nuranə daha sonra gələcək, sonra da Aytən gələcək və sonda isə Təranə olacaq. Çünki Nuranə Mehridən kiçikdir deyir. Bizdə də deyir ki, azalan sırayla düzsək uşaqları. Azalan sırayla düzürüksə birinci Mehri olacaq. Sonra Nuranə olacaq. Mehridən kiçik olduğu üçün. Aytəndən böyük olduğu üçün. Sonra Aytən olacaq. Sonda isə ən kiçik olan Təranə olacaq. 4-ə də uyğun olacaq D bəndi. 5. Birinci mağazada deməli 700. İkinci mağazada 620 qələm var. Birinci mağazada hər gün 50. Burada hər gün 50. İkinci mağazada isə hər gün 30 qələm satılır. Neçə gündən sonra mağazalarda bərabər sayda qələm olacaq. Gəlin cədvəl quraq. Deməli, bu birinci mağaza olsun, bu ikinci mağaza olsun. Birinci mağazada 700 qələm idi, ikinci mağazada 620 qələm idi. Əgər hər gün 50 qələm satılırsa, 700-dən çıxacam 50-ni. Qalacaq 650. Bu birinci gün. Eyni zamanda 620-dən də 30-un çıxmalıyam. Burada da 30 qələm satılır. Olacaq 590. Sonra yenə də ikinci günə keçdik. 650-dən yenə 50 çıxıram. 600 qalır. 590-dan da 30 çıxıram. 560 qalır. Yenidən 600-dən 50 qələm çıxmalıyam. 550 olur. 560-dan da 30 çıxmalıyam. O da eləyəcək 530. Sonra yenə 4-cü gündə 550-dən 50 çıxıram. 500. 530-dan isə 30 çıxıram. Yenə də olur 500. Neçənci gün bunların sayları bərabər oldu? 1, 2, 3, 4. 4-cü gün. Cavab olacaq 5-də A variantı. Gəldik 6-ya. Buradan yer açaq. Bir 10 mərtəbəli binanın tikintisində hər yuxarı mərtəbədə əvvəlkindən 2 nəfər çox işləyirdi. Əgər axırıncı mərtəbədə 21 nəfər çalışırsa, bu binanın tikintisinə cəmi neçə nəfər işləyir? Deməli, 10 mərtəbə bina çəkirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bu da 10. Bu bizdə 10 mərtəbəli bir binada tutaq ki. Və bizə deyir ki, axırıncı mərtəbədə 21 nəfər çalışır. Yəni, bu axırıncı mərtəbəsində 21 nəfərdir. Deməli, yəni 10-cu mərtəbəsində. Ondan aşağıda 9-cu mərtəbəsində 2 nəfər çıxmalıyam. Çünki hər dəfə yuxarı qalxdıqca 2 nəfər çox işləyir. 21-dən çıxıram 2-ni. 21-dən 2 çıxanda qalır 19 nəfər. Deməli, bu oldu 9-cu mərtəbəsində. Daha sonra 19-dan 2 nəfər çıxırıq. 17 nəfər. Bu 8-ci mərtəbədə olacaq. Yenə 2 nəfər çıxırıq. 15, 7-ci mərtəbədə olacaq. 2 nəfər çıxırıq. 13, 6-cı mərtəbədə olacaq. 13-dən 2 çıxırıq. 11, 5-ci mərtəbədə olacaq. 11-dən 2 çıxırıq. 9, 4-cü mərtəbədə olacaq. 9-dan 2 çıxırıq. 7, 3-cü mərtəbədə. 7-dən 2 çıxırıq. 5, 2-ci mərtəbədə. 5-dən 2 çıxırıq. 3, bu da 1-ci mərtəbədə oldu. Bizə də deyirdi ki, ümumi bu binanın tikintisinə cəmi neçə nəfər işləyir? Bütün rəqəmləri toplayırıq. Yəni, ən başdan tutmuş aşağıya qədər. Yəni, 21 nəfər üstə gəlinsin 19 nəfər, üstə gəlsin 17 nəfər, elə də 57, sonra 57-nin üstünə 15 nəfər gəlirik. Elədi 72, 72-nin üzərinə 13 nəfər gələcək. Elədi 85, 85-in üzərinə 11 nəfər gəlirik. 96, 96-nın üzərinə 9 nəfər gələcəm. 105, 105-in üstünə 7 gələcəm. 112.
Sonra 112 nəfərin üzərinə 5 nəfər gəlirik, eləyir 117. 117-nin də üstünə 3 nəfər gəlirik, eləyir 120. Deməli, 10 mərtəbəli binada tikintidə cəmi 120 nəfər işləyir. 6-ya da uyğun oldu. Cavabımız A variantı. Gəldik 7-yə. Deyir, Yusif və Tahir evdən çıxıb eyni istiqamətdə hərəkətə başladılar. Və Tahir evdən çıxanda Yusif artıq 40 metr yol qət etmişdi. Yusifin sürəti 20 metr bölmüş dəqiqə, Tahirin sürəti isə 25 metr bölmüş dəqiqə olarsa. Neçə dəqiqədən sonra Tahir Yusifə çatar deyir. Biz baxırıq ki, Yusifin 40 metr yolu var və sürəti də 20-dir. Baxırıq ki, görək bunu nə qədər vaxtda qət edibdim. 40-ı 20-yə böləndə olur 2. 2 dəqiqədə Yusif 40 metr yol gedib. 1 dəqiqədə nə qədər yol gedib? 20 metr yol gedib. Tahir amma 1 dəqiqədə 25 metr bölmüş dəqiqə ilə 25 metr yol gedir. Tahir deməli Yusifdən 5 metr çox gedir 1 dəqiqədə. Bu 20 metr gedirsə, bu 25 metr gedir. 25-dən də 20-ni çıxanda həqiqətən də 5 metr çox olur. Və ümumi də 40 metr yol qət etmişdi Yusif. 40-ı da 5-ə böləndə olur 8. Deməli 8 dəqiqədən sonra Tahir Yusifə çatar. 8. Deyir ki, çəndə 850 litr su var. Deməli, ümumi 800. Hər 5 dəqiqədə çəndən 60 litr su axıdılır. 5-i vururam 60-a, eləyir 300. 300 litr su axıdılır. Yarım saatdan sonra deyir, çəndə neçə litr su qalacaq? Yarım saatı tapaq ilk öncə. 1 dəqiqəmiz dedik ki, 1 saatimiz dedik ki 60 dəqiqədir. Yarım saatimiz isə 30 dəqiqədir. Yəni 30 dəqiqədə nə qədər axar deyir. Deməli, onda belə çıxır ki, 5 dəqiqəmizdə 60 litr su axırsa, yarım saat 30 dəqiqəmizdə nə qədər su axar? Bunu tapırıq. Buradan deməli, biz 30-u vururuq 60-a, bölürük 5-ə. Və yaxud da 30-u 5-ə bölürük 6, 6-nı da 60-a vururuq, eləyir 360. Ümumi 360 litr su axıdılır. 850-dən də çıxırıq 360-ı görək nə qədər qalır. Cavab olacaq 490 litr su qalacaq. 8-ə də uyğun oldu 490. 5. 5 almanın çəkisi 1 kiloqramdır. Deməli, ümumi 5 dənə almamız var və bunların çəkisi bizdə 1 kiloqramdır. Əgər tərəzinin bir gözünə həmin almaları, bir gözünə isə 3 armudla 250 qram çəki daşı qoysaq tarazlıqda olur. Deməli, 3 armudumuz, bir də 250 qramımız ümumilikdə bizə tarazlıq yaradır. Armud almadan deyir neçə qram ağırdır. İlk öncə mən tapıram ki, 1 kiloqramımız neçə qramdır? 1000 qramdır. 1000-i bölürəm 5 dənə almaya, bir dənə almamız 200 qram gəlir. Deməli, bir dənə almamız 200 qramdır. Yəni 1000-i biz böldük 5-ə, 1 alma gəldi 200 qrama. Burada da 3 armud 250 qram var idi. Yəni 1000-dən biz 250-ni çıxsaq, qalır yerdə 750. 750-ni də 3-ə bölsək, armudu bir dənə də armudumuzu tapırıq 250 qram. Deməli, burada da 1000-dən çıxdım 250-ni, qaldı 750. Onu da 3 yerə böldüm. Bir armudu tapdım 250 qram. Armud 250 qramdır, alma 200 qramdır. Və nə qədər ağırdır deyəndə 250-dən də 200-ü çıxıram, olur 50 qram. Gəldik 10-cuya. Deməli, Kənan və Pərviz velosiped almaq üçün pul yığırlar. Söhbət 2 nəfərdən gedir. Kənandan, bir də Pərvizdən. Deməli, Kənan 30 manat, Pərvizin isə 24 manat pulu var. Hər biri həftəyə 4 manat pul yığa bilir. Neçə həftədən sonra onlar 110 manat olan velosipedi ala bilərlər. Birinci həftədə məsəl üçün hər biri 4 manatdan olursa, bu 34 manat, 24-ün də üstünə 4 gələndə 28 manat yığır. Bu birinci həftə. İkinci həftə 38, bu isə 28-in üzərinə yenə 4 gəlirik, olur 32.
Üçüncü həftə 38-in üstünə 4 gəlirik. 42, 36. Bu üçüncü həftə oldu. Sonra yenə də 42-nin üzərinə 4 gəlirik. 46, bu da olacaq 40. Bu dördüncü həftə oldu. Hələ ki ümumi 86 manat pullar var. Bizə 110 manatlıq velosiped lazımdır. Beşinci həftə bu olacaq 50, bu olacaq 44. Altıncı həftə bu olacaq 54, bu olacaq 48. Yeddinci həftə artıq bu 54-ün üstünə 4 gələndə 58 eləyəcək. 48-in də üstünə 4 gələndə 52 eləyəcək. Və 58 manatla 52 manatı toplayanda 110 manatlıq velosipedi ala biləcəklər. Hansı həftədə alındı bu? 7-ci həftə. Cavab olacaq 7-ci həftə. Gəldik test 16-ya. Bunlar tam hissə modeli ilə həll olunan məsələlərdir. Birincisində deyir ki, 2 ədəddən söhbət gedir. Biri digərindən 4 dəfə böyükdür. Yəni birincinə 4 dama yazıramsa, digərinə 1 dama yazacağım. Ümumilikdə də 2 ədədin cəmi 240-dır. Bu ədədlərdən böyüyünü istəyir. Yəni 4 dama olanı 4-ə vuracaq. Axırda aldığımız cavabı toplayırıq. 4 dama yuxarıda, 1 dama da aşağıda 5 dama eləyir. Burada 240-ı deməli bölürük 5-ə. 240-ı da 5-ə böləndə alırıq 48. Bu bizdə ikinci ədəd olacaq. Birinci ədəd də ondan 4 dəfə böyükdür və məndən də böyük istəyir. 48-i də vururam 4-ə. Və yaxud da 240-dan 48 çıxa bilərsiniz. Hər ikisi doğrudur. Verəcək 192. 1-ə uyğun oldu A variantı. 2. Yenə biri digərindən 7 dəfə böyük olan deyirsə, birini bir dənə dama götürəcəm, digərini 7 dama götürürəm. 2, 3, 4, 5, 6, 7. Ümumidə 456-dır. Toplasaq 8 dam eləyir. 456-nı bölürük 8-ə. 456-nı da 8-ə böləndə alırıq 57. Bu bizdə birinci damadır. İkinci damada ondan 7 dəfə çox olduğu üçün 57-ni vururuq 7-yə. 57-ni də 7-yə vuranda olur 399. Bu ədədlərdən bizdən onsuz da kiçiyini istəyirdi. Amma bizdə 2 ədədin fərqi dedi 456-dır. Biz yəni toplamırıq, çıxırıq. Yəni 7 dama 1 idi, digəri isə 1 dama idi. Ona görə 7 damadan biz 1 damanı çıxırıq. 6 dama eləyir. Fərqi çünki deyir, cəmi demir. Bunun üçün 456-nı bölürük 6-ya. 456-nı da gəlin bölək 6-ya. Deməli 456-nı da 6-ya böləndə 76 alırıq. Bizdən də kiçiyi istəyir, yəni birinci ədəd istəyir. Cavab olacaq elə B bəndi. 3. Gəlin buna da yer açaq. 3-də deməli ana və qızından söhbət gedir. Deməli ana, bir də qız. Ananın yaşı qızının 7 misli yaşı qədərdir. Deməli qızında bir dənə damadırsa, anada 7 dənə damadır. Çünki 7 mislidir. 4, 5, 6 və 7. 6 il sonra onların yaşları cəmi 44 olacaq deyirsə, 6 il keçdiyinə görə hər ikisinin üzərinə 6 gəlirəm. Yəni hər ikisinin yaşı dəyişir. 6 ilə 6-nı toplayıram, eləyir 12. 44-dən də çıxırıq 12-ni. O da eləyəcək 32. Neçə dam elədi ümumi? 7 dama yuxarıdaydı, 1 dama da aşağıda 8 dam elədi. 32-ni də bölürəm 8-ə olur 4. Məndən soruşur ki, indi ananın neçə yaşı var? Ananın yaşı 7 misli qədər idi. 4-ü 7-yə vuranda eləyir 28. Ona görə də cavabımız olacaq 3-də C bəndi. 28. 4. Alıcının 223 manat pulu var. O bazarda mağazadakından 4 dəfə çox pul xərcləyib. Deməli, söhbət həm bazardan gedir, həm də mağazadan gedir. Bazarda mağazadakindən 4 dəfə çox xərcləyib. Mağaza bir dənə damadırsa, bazarda 4 damadır. Ümumi də alıcının 13 manat pulu qalıbdır. Deməli, 223 manat pulu var imiş, 13 manat pulu qalıbsa, fikirləşir ki, görək nə qədər pul xərcləyib. 223-dən çıxırıq 13 manatı. 223-dən 13 manat. Qalan pulu çıxıram 210 manat.
Deməli, ümumi 210 manat pul xərcləyib. 4 yuxarıda, bir dama da aşağıda, ümumi 5 damadır. 210-u bölürük 5-ə. 210-u da 5-ə böləndə alıram 42. Mağazada 42 manat pul xərcləyib. Bazarda isə ondan 4 dəfə çox pul xərcləmişdi. 42-ni də vururuq 4-ə. O da eləyəcək 168 manat. 4'e de uygun oldu. D bəndi. Gəldik 5-ci tapşırığa. Onu da buradan qeyd eləyək. Beşdə deməli bağda 126 meyvə ağacı var. Alma ağacları, gavalı. Deməli söhbət 3 ağacdan gedir. Alma, gavalı, bir də armud. Alma ağacları gavalı ağaclarından 2 dəfə çoxdur. Alma gavalıdan 2 dəfə çoxdursa, almaya 2 dava, gavalıya 1 dama qoyuram. Armud ağacları isə gavalı ağaclarından 3 dəfə çoxdur. Armuda isə 3 dama qoyuram. Ümumi isə 126 meyvə ağacımız var. Damaları saysaq, 2 dama yuxarıda, 2, 3, 4, 5, 6. 6 dənə damamız var. Bunun üçün 126-nı bölürəm 6-ya. Cavab edir 21. 21 bir dənə dama olan gavalı ağacıdır. Almanı istəsə 2-yə vuracam, armudu istəsə 3-ə vuracam. Məndən indi almanı istəyir. Alma 2 dama olduğu üçün 21'i də 2'ye vururam. Olur 42 alma ağacı. 5'e de uygun olacaq. D bəndi. 6. Deməli, perimetri 264 cm olan düzbucaqlının uzunluğu enindən 3 dəfə böyükdür. Söhbət həm uzunluqdan, həm də enindən gedir. Uzunluq enindən 3 dəfə böyükdürsə, uzunluğa 3 dama, enə 1 dama qoyacağıq. Perimetrdə 264-dürsə, 264-ü mütləq 2-yə bölmək lazımdır. Çünki düzbucaqlının perimetrində 2 vurulsun, A üstə gəlsin, B var. 264'ü 2'ye böləndə 132 alırım. Damaların ümumi saysaq 3, 4. 4 damamız var. 132'ni bölürük 4'ə. 132'ni də 4'ə böləndə alırıq 33. Məndən sahəni istəyir. 33 bizdə enidir. Uzunluq da ondan 3 dəfə çox olduğu üçün 33'ü vururam 3'ə. 9, 99 elədim. Bu da oldu bizdə uzunluq. Sahəni də istəyəndə eninin uzunluğuna vururam. Yəni 33'ü vururam 99'a. O da eləyəcək 3267 santimetrin kvadrat. 6'ya da uygun olacaq. S bəndi. 7. Yeddini buradan qeyd edək. Hər biri özündən əvvəlkindən 2 dəfə böyük olan 3 ədəddir. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Deməli, birincisi bir damadır, ikincisi bir dama üstə gəlir 2, üçüncüsü bir dama üstə gəlsin 4'dür. Vahid yox, daha doğrusu dəfə böyük deyir. Dəfə böyük dediyinə görə vurulsun yazacağım. Yəni birincisi bir damadsa, ikinci 2 dama olacaq. Üçüncü isə artıq 3 2 dəfə də ondan böyükdür. Elə ki birinci bir damaydı, o birisi 2 damaydı. Əvvəlkindən 2 dəfə böyükdür. Burada artıq 4 dama olacaq. Və ümumi də cəmimiz 301'dir. Damaları saysaq 4, 5, 6, 7 dənə damamız var. 301'i bölməliyik 7'yə. Olacaq 43. Ən böyük ədədimiz 43'ü vururam 4'ə. Olur 172. Ən kiçik ədədimiz isə elə bir dam olan 43'dür. Fərqi istəyəndə isə 172'dən 43'ü çıxırıq. O da eləyəcək 129. 7'ye də uyğun oldu B bəndi. Gəldik 8'ə. 8'də deyir ki, məktəbdə 978 şagird oxur. Qızların sayı oğlanların sayının 2 mislindən 12 nəfər çoxdur.
Oğlan bir damadırsa, qızlar 2 dama, üstə gəlinsin 12 nəfərdir. Ümumi də 978 nəfərdir. Bunun üçün 978-dən ilk öncə 12-ni çıxırıq. 966. Onu da 3 yerə böləcəm. Çıx 12 bölünsün 3 dama. Cavab edir 322. Neçə qız oxuyur deyir. Ondan 2 dəfə çox plus 12 vahiddə artıq idi. Ona görə 322-ni 2-yə vurub üstünə 12 gəlmək lazımdır. 322-ni 2-yə vuranda 644, üstünə də 12 gələndə alırıq 656. Demək 656 qız oxuyur. Gəldik 9-a. Biri o birindən 6 vahid olan 2 ədəddir. Birinci ədəd, ikinci ədəd. 6 vahid böyük deyirsə 1 damadır, digəri 1 dama üstəgəl 6-dır. Ümumi də 48-dir. Deməli 48-dən 6-nı çıxırıq. 42, onu da 2 yerə bölürəm, alıram 21. Böyük ədəd istəyir, 21-in də üstünə 6 gəlirik, olur 27. 9-a da uyğun olacaq 27. Əgər kiçik ədəd istəsəydi, olardı 21. Çünki biri o birindən deyir ki, 6 vahid böyükdür. Gəldik biz 10-cuya. Yenə də biri digərindən 5 dəfə böyükdürsə, biri 1 damadır, digəri 5 damadır. Və fərqinin yarısını 24-dür deyir. 5 damadan 1 dama çıxanda 4 eləyir. Onun da yarısı 2 dama eləyir. Yəni 2 damamız bizdə 24-dür. Onda 24-ü 2-yə bölürəm, eləyir 12. Böyük ədəddə deyəndə 12-ni vururuq 5-ə, 60 eləyir. Deməli cavab böyük ədəd 60 olacaq. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.